Əskərin özünü güllələməsi hərbi hissələrdə ciddi problemlər və gərginliklərin olmasından xəbər verir. Bu fikri hərbi ekspert Üzeyir Cəfərov dedi. Onun sözlərinə görə hadisənin yaşandığı daxili qoşunlarda əskərlər silahsız xidmət keçirirlər. Bu səbəbdən də əskər ya qarovul xidməti keçən zaman ya da təlim zamanı özünə xəsarət yetirib. Amma hər bir halda əmək problemləri gərginliklərini aradan qaldırmaq üçün komandirlər hər tərəfli iş görməli, məsuliyyətlərini dərk etməlidirlər. Hərbi ekspert məsələ ilə bağlı rəsmilərin mövqeyini də pislədi. Bu məlumatı necə təqdim eləyəcəklər? Yəqin ki, yenə də ehtiyatlıqdan nədənsə adətən bu xəstəlik halını olub. Mən asıl deyirəm ki, buna mən xəstəlik adlandırıram ki, 1 ilin, 2 ilin əskərinin, daha doğrusu 2-ci ilə köçüb əskəri bunlar ehtiyatsızlıqdan silahla qanma qaydalarını pozması kimi təqdim edirlər. Hər halda mən elə başa düşürəm ki, bəzən olur orada gərginliklər, amma onun qarşısı vaxtında alınması ki, sonradan faciələr yaşanmasın. Bildirək ki, Sumqayıtda faciəvi hadisə yaşanıb. Belə ki, daxili qoşunlarda xidmət göstərən bir əskər məlum olmayan səbəblərdən özünü güllələyib. Yaralının yerləşdirildiyi Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasından bildiriblər ki, əskər yaralı vəziyyətdə xəstəxanaya gətirilib. Dərhal əməliyyat olunub. Sonra Sumqayıt şəhərində yerləşən hospitala yerləşdirilib. Könül Rasim qızı, Vizyon TV.